Heyvanları müşahidə edərkən belə bir ərazi qarşıma çıxdı. İstədim həm bu yaranan suallar ki var ilanlarla bağlı, onları cavablandırım, həm də sizə müəyyən məlumatlar verim. Və bu tipli yerlərdən çalışın uzaq olun. Gördüyünüz kimi torpaq, daş və ən əsas gəmirci yuvaları. Baxın, dəlikləri görürsünüz. Yay aylarında otlar belə hündür olarkən İlanlar üçün həm hərəkət eləmək, həm də ovlanmaq üçün çox möhtəşəm bir şərait yaranır. Və biz də o ərazilərə daxil olarkən səhvən onları əzə bilərik. Ona görə maşınımızı belə sıxlıq ərazilərdə, xüsusən yarım səhralıq yerlərə səfər etsəniz, məsələn orada dəniz var, dənizə gəlirlər üzmək üçün qətiyyən sıx ərazi saxlamayın. Çünki saxladığınız ərazidə elə maşından düşərkən sizi ilan vura bilər və yaxud ilan gəlib burada gizlənə bilər. Burada demək olar ki, hər daşın altında əqrəb var. İlandan da əlavə əqrəb. Baxın.